Sağ tərəfi sərhəd dirəkləri idi. Arazdan təzəcə qalxan külək tikanlı məftilləri nəsə qeyri-adi bir musiqi aləti kimi dilləndirirdi. Kələ bir xeyli aralanandan, daha doğrusu tamam gözdən itəndən sonra İmran atın belindən düşdü. Kanalın qırağına indi. Dizini yerə verib bir əli ilə qart bir dəvə tikanından yapışdı. Sonra da əlini Almurada uzatdı. Şükür dedi, çox şükür. İmranın köməyi ilə qırağa çıxandan sonra birdən-birə elə titrəməyə başladı ki, yadına qara qızdırmanın apardığı adamlar düşdü. Amma onlar yorğanın altında titrəyirdilər. Suyun içində isə o heç belə üşümürdü. Payız havanı sındırsa da görünür, hələ suyu soyuda bilməmişdi. Tam soyunandan İmranın köməyi ilə paltarlarını sıxıb yovşan kollarının üstünə sərəndən sonra bir də Şanqonun gözdən itdiyi səmtə boylandı. Şanqo görünmürdü. Amma xeyli qabaqda qamışlıq tərpənirdi. Baş alıb gedəcək. Cəhənnəmə getsin, İmran dedi. Gora getsin. Neyniyək deyirsən? Gedik qabağını kəsək. Almurad əlbəttə kələnin qabağını kəsmək, geri qaytarmaq fikrində idi. Amma bilmirdi nədən başlasın, necə başlasın. Hər halda fikirləşirdi ki, kömək lazımdır. Tək başına bu işin öhdəsindən gəlmək olmaz. Köməyi də hardan alsın? Kim bu işə qarışar? Şanqonu tanımırlar bəyəm. Günəş isə artıq gün batandakı dağ silsiləsinə söykənmişdi. Güllü günəşli havalarda axşamlar üfüqlə birlikdə qan kimi qızaran və onun yadına Vedinin dağlarını salan dağ silsiləsinin 100 kilometr aralıda olduğunu bilirdi. Amma ona həmişə elə gəlirdi ki, elə o dağ silsiləsi gedib Ağrı dağına, Vediyə çıxır. Pal-paltarını yaş-yaş əyninə keçirəndən sonra sıçrayıb İmranın altında beli qatlanan atın tərkinə mindi. Fermaya gedək dedi. Görək kimi tapırıq. Sən demə ona lazım olan adamların hamısı fermadaymış. Bu hadisədə xəbər tutan qırmızı qızbəz rayona zəng eləyib Şanqonun qaçdığını xəbər verəndən sonra at minən kişiləri də toplayıb fermaya tökülmüşdü ki, Şanqonu gün batanacan tuta bilsinlər. Sən demə katibli tapşırıbmış ki, Şanqo çöldə gecələməməlidir. Onu görəndə qırmızı qızbəsin kövrəldiyini də sezdi. Sən demə, Balaş gəlib xəbər veribmiş ki, bəs Şanqo Almuradı öldürüb. Meyidi də filan yerdə, filan kolun dibindədir. Sən demə, hələ Balaş onu da uydurubmuş ki, Şanqo nədənsə meyitdən aralanmaq istəmir. Almuradın ölüm xəbəri Aleksandrovkaya çatsa da, hələ Sonanın qulağına çatmamışdı. Heç kim bu bəd xəbərin xəbərçisi olmaq istəmirdi və kənddə bu xəbərdən hali olanların hamısı yola, Rizə, kənd arasına çıxaraq Almuradın meyidini gözləyirdilər. Kolxozun gənc partkomu ilə bir yerdə gəlib bura çıxan Namazəliyev də partkomun atının belinə qalxandan sonra Şanqonu çöldə qoymaq olmaz dedi. Şanqonu gətirməyə isə 5 atlı gedirdi. Sarı İmran, Şumal Əhməd, Qazaq Qurban, o özü və bir də Namazəliyev. Atlıların arxasınca düşən köpəyi isə bir Allah bilir ki, o dəstəyə qoşulmağa vadar eləyən nə idi. Sarı İmranın hardansa fermaya gətirdiyi bu köpək İmranın atı ilə yanaşı qaçırdı. Bir gözü də İmranda idi. Bu yeganə köpək idi ki, fermada ona ad qoymamışdılar. Bunun da səbəbi vardı. İmran onu fermaya gətirəndə yepyekə köpək idi. Yepyekə köpəyə təzədən ad qoymayacaqdılar ki. Elə adı qaldı adsız it. Şanqonun izinə də onları bu adsız it saldı və məlum olanda ki, sərhədi pozmayıb, əksinə özünü kanala vuraraq kəndə sarı yön çevirib Namazəliyev, mən qayıdım, mənlik bir iş qalmadı burada dedi. Amma qoşan lüləsini çininə aşırmış Şumal Əhmədə üzünü tutaraq onu da bildirdi ki, onlara Şanqonun dirisi lazımdır ha, ölüsü yox. Namazəliyevin qayıtması elə hamının ürəyindən oldu. Çünki hamıya sataşırdı, hamıya tülkü deyirdi və Namazəliyev gözdən itəndən sonra Almurad onun kölgəsinə yağlı bir söyüşlə söydü. Çünki bu dəstədə elə bir adam yox idi ki, onun sözünü gedib Namazəliyevə çatdırsın. Hə, Almurad Sarı İmranı da, Şumal Əhmədi də
Bu yerdə ülfət bağladığı Qazaq Qurbanı da yaxşı tanıyırdı. Şanqonu kolxozun yoncalığında hələ yaydan vurulmuş tayanın arasında gördülər. 3 tayadan ikisi artıq yerlə yeksan olmuşdu. Elə bil özünə təzə düşmən tapmışdı. Buynuzlarını yaba kimi keçirirdi ota. Sonra da ayaqlarını yerə diriyib buldozer kimi güc verirdi. Almurad heç cür anlaya bilmirdi ki, Şanqu bu tayaları niyə bu günə salır. Başa düşə bilmirdi ki, bu tayaları nəyə oxşadır. Yerlə bir elədiyi tayanı da başlayırdı dırnaqları ilə tapdamağa, təzə suvarılmış yoncalığa dağıtmağa. Şumal Əhməd, yəqin tayanı sənə oxşadıb Almurad dedi. Yoxsa bu tayanı niyə dağıtsın? Hər halda Almuradın tayaya da yazığı gəlirdi. 90 baş inəyi qarşıdan gələn bu tayaların gücünə qışdan çıxartmaq olardı. Almurad, kəmənd eləyin dedi. Kəmənd ataq. Belə görürəm ki, bu xoşluqla ram olmayacaq. Sanki Şanqonun birdən-birə başını yuxarı qaldırıb havanı iyləməsinə bu söz səbəb oldu. Havanı iylədi və arxasını onlara çevirib dırnaqları ilə təzə suvarılmış yoncalığı eşməyə başladı və yeri göyü titrədən bir səslə böyürəndən sonra 3-cü tayaya cumdu. Birinci kəməndi Şumal Əhməd atdı, amma kəmənd heç Şanqoya çatmadı. Halbuki bu kəməndi gərək elə ataydı ki, Şanqonun buynuzlarına keçəydi. Şanqonun buynuzları bədəninə, başına görə çox balaca idi. Şanqonu xəlq eləyən bu kələdən heç nə əsirgəməsə də, buynuz deyilən şeyi ona qıymamışdı. Amma Şanqo o xırdaca buynuzları ilə Sarı İmranın cavanca arvadını pəyənin divarına dirəyib öldürmədimi? Heç sonralarda bilinmədi ki, İmranın arvadı Şanqoya nə eləyibmiş və bu kələ onun əlindən niyə yanıqlıymış. İmran özü kötan zənciri götürmüşdü, amma onun atdığı zəncir Şanqonun buynuzuna keçsə də, İmran zəncirin ucunu əlində saxlaya bilmədi və buynuzuna keçmiş bu zəncir də Şanqonu hürkütdü. Şanqonun başı onsuz da həmişə zəncirdə olmuşdu. Amma zəncirin ucu yerlə sürünməmişdi, onun zəhləsini tökməmişdi. Şanqo bu zənciri buynuzundan çıxarmaq üçün bilmirdi nə eləsin. Başını sağa, sola tovladıqca zəncirin ucu başına, boynuna dəyirdi. Zəncir adam deyildi ki, bası bəzə. Qazaq Qurbanın atdığı kəmənd də boşa getdi. Əlbəttə 10 addımlıqdan atılan kəmənd çətin ki, hədəfə ilişəydi. Yaxına getməyə heç kim ürək eləmirdi. Zəncir isə Şanqonu lap haldan çıxartmışdı. Amma o hələ heç kimə cummurdu. Dartmırdı ki, bu zəncir buynuzundan çıxsın. Bu zəncirin özündən uzun kölgəsi gözünün qabağından çəkilsin. Hava qaralandan sonra kolxozun partkomu at belində xəbər gətirdi ki, bəs yoldaş katibli tapşırdı ki, Şanqonu tuta bilməsələr də çöldə tək qoymasınlar. Elə Almurad özü də bilirdi ki, Şanqo lap 5 buynuz da dübarə çıxartsa, bu çöldə yiyəsiz qoymaq olmaz. Hələ bu çöldə canavarlar sürü ilə gəzirdilər. Qaban olan yerin necə ola bilərdi ki, canavarı olmasın? Gün batan kimi havada soyudu və birdən-birə Almuradın yadına düşdü ki, səhər içdiyi bir stəkan çayın üstündədir. Fikirləşdi ki, qaçaraq evə gedib qayıtmaq olar. Alapaça altındaydı. Amma yoldaşlarının qırımından hiss elədi ki, onlar da evə getmək istəyirlər. Əyni də nazikdi. Elə indidən üşüməyə başlamışdı. Bu əyin başla gecəni bu çöldə açmaq olmazdı. Yoldaşları da onun kimi. Bu çöldə gecələməyə gəlməmişdilər ki. Şanqo isə yaxınlıq vermirdi. Öz işində idi. Tayanı dağıdırdı. Döşü ilə, dırnağı ilə, başı ilə otu əzib tökürdü. Təzə suvarılan yoncalığın zığına, zırmığına qatırdı. Sonra Şanqo birdən-birə dayandı və düz 1 saat Şumal Əhməd qızınmaq üçün çör-çöp toplayıb ocaq yandıranacan durduğu yerdən tərpənmədi. Onun haraya baxdığını, gözlərinin hara zilləndiyini də ayırd etmək çətindi. Hər halda yolu Araza idi. Qəzəbi soyuyub ha, dedi. Bəlkə bir yanaşasan, qoy biraz keçsin. Yenə danışdır, bəlkə yumşaldı. O özü də bu fikirdə idi. Amma qorxurdu. Daha Şanqodan qorxurdu. Ona elə gəlirdi ki, bu qorxu onu yorğan döşəyə salacaq.
Fikirləşirdi ki, bir də gücünü sınasın. Atın belində onu boynuna ala bilməzdi ki. Ata da yazığı gəlirdi. Şimal Əhmədin əyilib üfürə-üfürə alışdırdığı ocaq deyəsən heç Şanqonun xoşuna gəlmədi. Ocağa sarı soxuldu və onlar tezcə atlanıb kənara çəkilməli oldular. Şanqo ocaqdan aralanmadı. Kim bilir, ya ocağın istisindən xoşallanırdı, ya qıpqırmızı közündən. Amma bu köz də tez qaraldı. Yovşanın nə közü? Şanqo isə yerindən tərpənmədi. Harasa bir nöqtəyə baxırdı. Göyün üzü ulduzla dolmuşdu və ən pisi də onda idi ki, külək güclənirdi. Qoynuna, qoltuğuna dolub onu üşüdürdü və Şanqonun eşim-eşim elədiyi, söküb tökdüyü tayaları bu qaranlıq çölə dağıdırdı. Qazaq qurban, bəlkə bir də kəmənd ataq dedi, bəlkə ilişdirdik. Amma yenə də onların atdığı kəməndlər boşa keçdi. Birdən ikiyə hansı kəmənd atmışdı ki? Şanqo isə elə bil nə bu kəməndi atan adamları görürdü, nə bu kəməndin düşdüyü yerə can qaçan, sonra da kəməndin ucunu ağzına alıb tula kimi aparan atsız iti. Şanqo yaxşı tanıdığı bu köpəyə o çağacan məhəl qoymurdu ki, köpək ara saxlayırdı. Şanqo itə kəlləsinin gürs kimi zərbəsini qəfildən indirdi. Heç itin zingiltisi də çox çəkmədi. Can verən bu itin zingiltisində Almurad insan səsi tapdı. Ömründə ilk dəfə it səsi ilə insan səsinin nə qədər yaxın olduğunu gördü. Sən demə, can verəndə it də elə insan səsi çıxarırmış. İt də itliyini yerə qoyurmuş. O boyda kələnin zərbəsinə it dözərdi. 18 aylığında Almuradın öz təbirincə desək, həddi buluğa çatandan sonra Şanqoya pasport vermək niyyəti ilə rayondan gələn komissiyanın üzvləri kələnin başının ölçülərini götürəndən sonra demişdilər ki, kəlləsi 50 kilodan çox olmasa da az deyil. Amma sonra Almurad özü Şanqonun pasportuna baxanda görmüşdü ki, kəlləsinin çəkisi göstərilən qrafanın qabağında 40 kilo yazılıb. O komissiya Şanqonun pasportunu tərtib eləyib, möhürləyib bu sənədin bir surətini də ona verib gedəndə 54-cü ilin soyuq bir fevral günü idi. İndi isə 55-in payızı idi və bu müddətdə ola bilməzdi ki, diri çəkisi 200 kiloqrama qədər artan kələnin başının çəkisi də heç olmasa 5-10 kilo artmasın. O zaman bu kələnin elə bir əzası qalmadı ki, ölçüsünü götürməsinlər, pasportuna yazmasınlar. Şanqonun adını da elə o gün rəsmiləşdirdilər. Komissiya üzvlərini nədənsə çox maraqlandıran bir sıra suallara isə o cavab verə bilmədi. O deyə bilmədi ki, Şanqonun babasının adı nə olub. O ulu baba bir kələ kimi hansı xüsusi keyfiyyətlərə malik imiş. O cavab verə bilmədi ki, Şanqonun atasının cinsi aktivliyi necə olub. Ondan ildə nə qədər maya alırmışlar və özü könüllü surətdə neçə inəyi hörüyə gətirə bilirmiş. Yox, o bu sualların heç birinə cavab verə bilmədi. Çünki Kostromada, Karavayeva savxozunda, Şanqonun ata yurdunda belə şeyləri öyrənmək, yazıb gətirmək onun ağlına da gəlməmişdi. Şanqonun anası ilə isə heç maraqlanan da yoxdur. Elə bir Şanqonu ana doğmamışdı. Hər halda komissiya üzvləri narazılıqla da olsa Şanqonun pasportunu tərtib etmişdilər və üstünə həqiqətən də pasport yazılmış o sənədə baxanda Almuradın gözləri dolmuşdu. Məsələ orasında idi ki, Şanqonun pasportu var idi, onunki yox. Hələ də ona pasport verməmişdilər. Hələ də Sovet İttifaqının tam hüquqlu vətəndaşı olduğunu bildirən bu sənədi verməmişdilər ki, doğma yurduna qayıtsın. 10-12 ailə isə artıq doğma yurddan Aleksandrovkaya məktub yazırdılar. Yazırdılar ki, gəlin, hələ də evləriniz boşdur. Yazırdılar ki, hələ də itiniz ölməyib, qapınızı qoruyur. Bir də yazırdılar ki, elsiz yaşamaq çətindir. Namazəliyev onun pasport almasına sərəncam versəydi, o da hamı kimi pasport alsaydı, köçüb gedərdi və hər şeydən, onu boğaza gətirən bu kələdən də canı qutarardı. İxtisası mal həkimi olan, mal heyvandan az-çox başı çıxan katibli demək olar ki, hər həftə fermaya gəlirdi. Həmişə də soruşurdu ki, Şanqonu çimizdirmisənmi? Qaşovlamısanmı? Dırnaqlarını tutmusanmı? Gəzməyə çıxartmısanmı? Mayasını alıb yoxlamısanmı? Kələdən durduğu yerdə maya almaq asan idimi? Axırda bezdi,
Üzə durdu. Daha yanına ötürülən Polyana da onun ölü kimi yuxuya getmiş əzalarını oyatmadı. Xüsusi yemlər Şanqonu çox kökətmişdi. Katiblinin Bakıdan çağırıb gətirdiyi mal həkimi də bu bəlanın səbəbini Şanqonun kökəlməsində görürdü. Çox kökəlmək kələni də cins həvəsdən salır. Qaba yem verin, qabağına duz qoyun, piyi ərisin, dedi. Yoxsa tamam əldən çıxar, heyfdir. Şanqonu isə elə piy basmamışdı ki, qaba yemlə, duzla ərisin. Ən pisi isə o idi ki, xüsusi yemlərə, kəpəyə, kisbəyə, çiyidə, silosa, çuğundura dadanan Şanqo qaba yemə heç gözünün ucu ilə də baxmırdı. Elə bir qaba yemlə böyüməmişdi. Bir pudlay duzu isə arabir könülsüz də olsa yalayırdı. Elə o günlərin birində də Sarı İmran yox dedi. Almurad, bu kələnin dərdi başqa şeydir. Nədir? Almurad təəccüblə soruşdu. Bunu işlətmək lazımdır. Nə danışırsan? Mənim yadımdadır. Kələmiz xamlayanda rəhmətlik dədəm öküzlər dura-dura onu tutub qoşdu cütə. Almurad gülümsündü. Deyirsən indi adı qəzetlərdən düşməyən bu kələni cütə qoşaq? Soruşdu. İmran yenə də çıxış yolu göstərdi. Cüt olmasın, araba olsun, dedi. Nə fərqi? Tək əziyyət çəksin, gücə düşsün. Qolu, qıçı, baldırı, bacağı açılsın. Ağlabatan sözdür, Almurad dedi. Amma bilsələr, dədəmizi dalımıza şələləyərlər, ha? Kim biləcək, İmran dedi. Kim? Elə həmin gecə Şanqonu at arabasına qoşdular. Öküz arabasının boyunduruğu boynuna keçmədi. Yağış yağmışdı. Neçə gün idi ki, fermaya maşın zad yan ala bilmirdi. Pendirlə dolu 100 kiloluq çəlləkləri yüklədilər arabaya. Gecə vaxtı idi. Şanqonun ağzına at cilovu keçirə bilməsə də, kələnin başının, burnunun ölçüsündə düzəltdiyi buruntağı burnuna keçirə bildi. Bir gecə belə, 2 gecə belə, sonra daha fermadan daşımağa bir şey qalmadı. Almurad başladı dəmir yolunun qırağından çay daşı daşımağa. Fikrində tutmuşdu ki, fermada bir yüngülvari hamam tiksin. Almaniyada əsirlikdə olarkən onun gördüyü fermada bir yox, 2 hamam vardı. Biri kişilər üçündür, biri də sağcılar çimirdi. Hə, bir gün belə, 5 gün belə, bir də gördü ki, aha, işin içində iş var. Şanqo başlayıb inəkləri yalamağa. Bu şad xəbəri də qırmızı qızbəstdən alan katibli özü gəlib fermaya çıxdı. Və Şanqonun təbii yolla yerli inəklərdən birini də hörüyə gətirməsinə ləzzətlə tamaşa elədi. Gedəndə də dedi ki, qonşu kolxozlara xəbər eləyin, gəlib maya aparsınlar. Şanqonun əzavlı günləri yenidən başladı. Yenə 2 gündən bir Polyananı saldılar yanına ki, Şanqonu hala gətirsin. Zintra Rudolfna da elə o günlərdə acıq eləyib fermadan getdi və bir də qayıtmadı. Katibli Almuradın ovucunun içinə, kötük kimi barmaqlarına baxmışdı və demişdi ki, bu əlin tumarına kələ maya verməz də. Amma Almurad bilmədi. Zintraya kim deyib ki, mayanı sən al, sənin əlin maya kimidir. Hər halda Almurad Zintranı işə qaytarmaq üçün çox getdi gəldi. Amma Zintra gəlmədi. Getdi Aleksandrovkanın rusları, laçları kimi dəmir yol idarəsinə işə girdi. Kişilərlə bir yerdə şpal, rels dəyişməyə başladı. Ferma isə ən təmizkar sağcısını itirdi. Şanqonun gündəlik həyatı qələmə alınan dəftəri 2-3 gündən bir qabağına qoyanda da köməyinə Zintra Rudolfna gəlirdi. Çünki bu dəftəri rus dilində yazırdılar və bunu katibli özü şəxsən tapşırmışdı. Hə, Şanqonun bu dəftərçi öz yerində. Üstünə ədəbərkanla pasport yazılmış möhürlü bir sənədi də var idi ki, Balaş yaz tətili günlərində məktəb uşaqlarını fermaya ekskursiyaya gətirəndə Şanqodan çox bu sənət maraqlı gəlirdi uşaqlara. Nəyə görə Şanqoya 1-ci dərəcəli rekord elita adı verildiyinin səbəbini də bu pasporta baxa-baxa izah eləmişdi. Demişdi ki, kələnin diri çəkisi əsas amil deyil. Ola bilər 700 kiloluq bir kələ 1-ci dərəcəli rekord elita, ya eləcə elita adı alsın, kələliyə yarasın. Amma 1200 kiloluq bir kələ heç dərəcə ala bilməsin və Balaş əlavə eləmişdi ki, dərəcə almaq üçün döşün, başın, belin ölçüləri əsas şərtdir. Onu da demişdi ki, dərəcəsiz kələni naxıra buraxmaq cinayətdir. Sözün bu yerində də nəinki oğlanlar, hətta qız uşaqları da pıqqıldaşıb gülüşmüşdülər və Almurad utandığından bayıra çıxmışdı.
Hə, Şanqunun heç olmasa pasportu var idi. Onun da pasportu olsaydı, pasportu olsaydı, burada nə gəzirdi? Hər şeyə tüpürüb gedərdi. İndi isə o bilmirdi hara getsin. Şanqunu bu çölün ortasında necə qoysun? Acından ürəyi bulanırdı. Şanqu itin cəsədini illəyəndən sonra nədənsə bir də onu buynuzuna aldı və tulladı. Almurad, ay İmran, sən də deyirsən get, bunu dindir, dedi. Bunu dindirmək olar? Daha çətin ki bu söz anlaya, söz qana. Tayaların üçünü də tamam dağıtdıqdan sonra Şanqo yönünü kəndə sarı çevirdi. Başını aşağı salıb gedirdi və yalnız arabir ayaq saxlayıb havanın qoxusunu dəli bir həsrətlə burnuna çəkirdi və elə bir burnuna dolan bu qoxu da tanımadığı bu yolda ona bələdçilik eləyirdi. Şanqonun kəndə sarı gedən bu yola haçan ayağı dəymişdi ki? Şanqo haçan kəndin bu qədər yaxınlığına gəlib çıxmışdı ki? Burada doğrudan da adamı kəndin iyi vururdu. Təzə tüstüsünün bu tanış qoxusunu Almurad demək olar ki, hər gün at belində çöldən qaydanda çəkirdi. Bu gün isə bu qorxuya nəsə başqa bir şey də qarışmışdı. Yayın isə son günü idi. Kəndin işıqları da görünürdü və onlar da göy üzünün ulduzları kimi bir-bir sönürdülər. Amma hələ axşamdandı. Ulduzların doğub tövrəyən vaxtı idi. Kəndə ən yaxın olan tarla düşərgəsinin ağappaq ağardılmış binası görünəndən sonra Şanqo biraz da sürətini artırdı və sonra da cəmaatın Ağ ev dediyi bu tarla düşərgəsinə sarı qaçmağa başladı. Elə bir səhərdən bəri yeri, göyü iyləyə-iyləyə axtardığını bu ağ evdə tapmışdı. Amma binaya yaxınlaşanda dayandı. Yenə havanı iylədi. Tarla düşərgəsinin ağappaq divarına iri, qara hərflərlə yazılmış şüarı gecənin bu vaxtı da oxumaq olardı. Amma yaşasın sözü ilə başlanan o kəlamı höccələmək Almurada qismət olmadı. Şanqo buynuzunu ilişdirib güc verən kimi ağ evin bir divarı ilə birlikdə binanın şiferli damı da çöktü. Şanqo yerdən tüstü, duman kimi qalxan tozun içində bir neçə anlığa gözdən itdi. Çiy kərpicdən hörülmüş bu tikilinin o biri divarlarını Şanqo uçurtmadı. Amma arxa divara böyrünü, belini sürtdü. Elə bir beli, böyrü qaşınırdı və səhərdən bəri elə bir divar axtarırdı ki, belini, böyrünü bu qaşınmadan qurtarsın. Şanqonun da gərək beli, böyrü qaşınmayaydı. Almurad onu gül kimi saxlayırdı. Elə o gün səhər onun belini, böyrünü əl-üz sabunu ilə yumuşdu. Onun böyründə, başında bir baş əl-üz sabunu ərimişdi. Şanqonu el içində bədnam eləyən o hadisədən sonra Şanqonun yeminə də xüsusi fikir verirdi. Yenə piylənməsin, kələlikdən düşməsin, şirəli yemləri, silosu, çuğunduru, yer kökünü bol eləyirdi. O qıyıb uşaqlarını həftədə bir kərə 1 kilo yer kökü alan bilmirdi. Şanqo isə gündə 5 kilo yer kökü yedirirdi. Yer kökü də Şanqoya həftədə bir dəfə rayonun cənub-şərqində yerləşən Tərəvətçilik savxozundan katiblinin xüsusi tapşırığı ilə göndərilirdi. O yer kökündən də hamı balasını aparmaq istəyirdi. Sarı İmran da, sağcılar da, hətta kolxoz malına gözünün ucu ilə baxmayan Zindra Rudovna da. Amma Almurad bu yer kökündən heç kimə paylamırdı. Arabir gözünü yumurdu ki, götürsünlər. Fikirləşirdi ki, qoy balalarının dilinə yer kökü də dəysin. Şanqo isə yer kökünü girvənkə ilə ötürürdü içəri. Elə. O hadisədən sonra Şanqoya xüsusi tərtib olunmuş cədvəllə qulluq eləyirdilər ki, piylənməsin daha. Amma o xüsusi qulluqdan sonra piylənməsə də Şanqo nəsə geri gedirdi. Yaş yarımlığındakı kimi maya vermirdi. Yaş öz işini görür Almurad deyirdi. Burada Şanqoluq bir şey yoxdur. Şanqonun isə hələ nə yaşı var idi ki, yaş da öz işini görsün. Hələ Sovet hökuməti qurulmamışdan qabaq saxladıqları kələ yadındaydı. Yazığı haçan çimdirirdilər, haçan qaşovlayırdılar, haçan xüsusi yemək tuturdular, haçan ona yer kökü, çuğundur yedirdirdilər. Digəl, gözünə gözə gülən inək, düyə görünən kimi gözləri o tutub yanırdı. Dönürdü qızmış nərə. Şanqo isə indi qızmışdı. Bəlkə də elə bir kələ kimi qıza bilmədiyinə görə qızmışdı. Şanqo uçulmuş tarla düşərgəsinin xarabalığına girəndə və ayaqlarını aralayıb ədəb-ərkanla özünü boşaldanda, sidiyinin kəsik qoxusu bu axşamın qoxusuna qarışanda Almurad yaxın gəlin dedi. Deyəsən əlimizdən qaça bilməyəcək.
Amma elə bir Şanqo adam kimi din anlayırmış. Onlar tərpənən kimi o da tarla düşərgəsinin xarabalığından bayıra tullandı. İmran isə hürkütmək olmaz, gecə vaxtıdır. Qoyun səhər açılsın, görək neynirik dedi. Sonra da əlavə elədi ki, o malyariyadan yatmış adamdır. Burada yata bilməz. İmran atını çapıb gedəndən sonra Qazaq Qurban da arvad heç mənim hara getdiyimi də bilmədi dedi. İndi kim bilir nə fikirləşir. Bu sözdən sonra Almurad onu da evə göndərdi. Qazaq Qurbanın arvadı Marinadan qorxduğunu, Marinaya məsləhət eləmədən evdən çıxmadığını bilirdi. Qaldı Şimal Əhməd. Bir də o. Şimal Əhməd çöl adamı idi. Allahdan bir fürsət axtarırdı ki, evdə oturmasın. Çölə, bayıra çıxsın. O çöldə, bayırda rahatlıq tapırdı. Əzəldən belə idi. Balaşın kəndə gətirdiyi, bir qədər də bəzədiyi xəbərdən sonra Almuradın meyidini gözləyirdilər. Almuradın evində vay-şivən gözləyirdilər. O evin ağ birçəyi isə ərindən arxayın idi. Fikirləşirdi ki, harda olsa gəlib çıxar. Birinci dəfə deyil ki, ərinin yubanması. Özü də bilirdi ki, fermada bu gün sabah doğası inəklər var. Özü də Şanqonun mayası ilə mayalanmış inəklər. Bu inəklərin də necə çətin doğduğunu, hətta bəzən ağrı acıdan çatladığını bilirdi. Şimal Əhmədlə Almuradın ülfəti çoxdan vardı. Lap cavan yaşlarından da yoldaşlıq eləmişdilər. Yada salmalı, xatırlamalı və xatırlamaların oduna isinməli şeylər çox idi. Amma nədənsə elə Şanqodan danışırdılar. Onları bu çölün ortasında özünə əsir eləmiş Şanqodan. Şanqonun üzündəki qan laxtalanmışdı, qurumuşdu. Amma hələ axşamdan bu qanın iyini alan canavar Araz qırağındakı yuvasından çıxaraq gəlib çıxmışdı bu yerə və girəvə gözləyirdi. Şanqo da tamam yad bir qoxu almışdı. Amma bilmirdi bu nə qoxudur, bu nə nəfəsdə onu vurur. Şanqo haçan çöl bayır görmüşdü ki, canavar da görsün. Amma nə isə bir əzəli bir duyğu onun içində baş qaldırmışdı. Onun içində nə isə oyadırdı, nə isə yadına salırdı və onu yavaş-yavaş titrədirdi. Şimal Əhməd, sənin bu kələn üşüyür dedi. Almurad, cəhənnəmə üşüsün, deyə əlini yellədi. Cəhənnəmə üşüsün, gör mən üşümürəm. Almuradı isə aclıq, susuzluq üşüdürdü. Bir stəkan isti çaydan, bir əlci isti çörəkdən ötürü qaçaraq evə getməyə dəyərdi. Amma Şimal Əhmədi tək qoymağa ürəyi gəlmirdi. Bu çöldə canavarların gecələr sürü ilə gəzdiyini çox görmüşdü. Günün gün ortasında naxıra, sürüyə soxulduqlarını çox eşitmişdi. Kərə yağında qızardılmış bir toyuqla, 2 isti təndir çörəyini, bir stəkan çayı isə gecə yarı keçəndən, bu çölə ağappaq, kip-girdə bir ay doğandan sonra qırmızı qızbəs özü gətirdi. Qızbəs, katibli zəng eləmişdi, Almurad dedi. Dedi ki, səhərəcən kələni gözdən itməyə qoymayın, səhər xüsusi dəstə göndərəcəyik. Dodaqlarından qan daman, yır-yır yırğalanan qızbəs atın üzünü də kəndə sarı çevirəndən sonra ona bir söz də dedi. Amma yavaşcadan, pıçıltıyla dedi. Elə bildim təksən. Bu bir kəlmə sözün sehrindən də Almurad səhərəcən çıxa bilmədi. Səhərəcən və səhərəcən Şimal Əhməd Vedidən, Vedidə başına gələnlərdən, günlərin birində qəzəblənib doğmaca qardaşını üç açılanla vurub öldürməsindən, ələ keçməsin deyə özünü Araza vurub Türkiyəyə keçməsindən və Türkiyədə bir il veyillənəndən sonra dözə bilməyib geri dönməsindən danışdı. Şimal Əhmədin öz doğmaca qardaşını öldürməsindən elə indiyəcən bütün elat danışırdı. Bəlkə də elə bir dənə buna görə bütün elat ondan çəkinirdi. Şimal Əhməd, amma gərək öldürməyəydim dedi. Hələ də elə bilirəm ki, dünən öldürmüşəm onu. Amma günahı çox böyük idi, çox. Almurad bir xeyli gözlədi ki, Əhməd onu qardaşını öldürməyə vadar eləyən səbəbi də söyləsin. Amma nədənsə bu barədə bir kəlmə də danışmadı. O da soruşmağa həya elədi. Çünki bu hadisənin səbəbi haqqında hərə bir söz danışırdı. Sən heç adam öldürmüsən? Elə bu sözün qurucu havası bəs elədi ki, Almurad atın üstündə mürgülədiyi yerdə dik atılsın və havanın işıqlandığını görsün. Almurad, yox, mən adam öldürməmişəm dedi. Necə bəyəm? Əhməd, bu da bir xoşbəxtlikdir dedi. İnanırsan, xoşbəxtlikdir. Bu
ağır söhbət bəlkə də çözələnəcəkdi və o da deyəcəkdi ki, hə, mən də adam öldürmüşəm. Amma əsillikdə və onu da əlavə edəcəkdi ki, hələ də o alman desantı gözlərimin önündədir. Amma Şanqo xoruzların banlamasından mı bezdi, itlərin hürüşməsindən mi təngə gəldi, qoyun quzunun, mal heyvanın mələrtisindən mi cana doydu, yeridi kəndin üstünə və onlar da məcbur oldular tərpənsinlər. Şanqo ağır-ağır gedirdi, tez-tez ayaq saxlayırdı və havanı eləyirdi. Havadan isə yanmış təzə iyi gəlirdi. Elə bil Şanqonu da kəndə bu qoxu çəkirdi. Kənddə demək olar ki, il uzunu gərmə, təzə yandırırdılar. Tozu, tüstüsü çox olsa da havayı başa gəlirdi. Havayı başa gələn şeyi də qapıda qoyub oduna pul verməyəcəkdilər ki. Kəndin evlərini örüş yerindən, biçənəklərdən ayıran yol ayrıcına dəmir yoluna yaxınlaşanda Almurad yenə özünü Şimal Əhmədə tutdu. Çap atını, tez elə dedi. Bu zırrama kəndə girsə, tələfat verəcək. Cəmaata car çək. Qoy evdən bayıra çıxmasınlar. Qoy qaçıb gizlənsinlər. Şimal Əhməd də nə fikir elədisə, sən atını çap dedi. Sən özün, sənə inanarlar, mənə yox. Şimal Əhməd düz deyirdi. Zarafatçıldır, baməzədir. Ola bilsin ki, ona inanmasınlar. Axşamdan bəri alapaça onun altında olsa da, bir an belə gözünü qırpmasa da, yüyənini buraxan kimi götürüldü. Düzdür, alapaça yorğa qaçışını çoxdan tərk etmişdi. Bu hava, bu yer, bu atın yerişini də dəyişmişdi. Amma güclüydü hələ. Ayaqlarının tappıltısından da qulaq batırdı. Elə cəmaatın çoxunu səhərin bu erkən çağında evdən bayıra bu tappıltı çıxartdı. Bu cəmaatın çoxusu isə axşamdan bəri Almuradın meyidini gözləyirdilər. Gözləyirdilər ki, Almuradın qapısında vay-şibən qopsun, getsinlər baş sağlığına. Hətta Qəbirqazan Qədir erkəndən ayılıb belini də yeyələmişdi və gözləyirdi ki, gəlib onu çağırsınlar. 52-nin, 53-ün qara qızdırması Qədirə o qədər qəbir qazdırmışdı ki, Qədir bu işdə o qədər səriştələnmişdi ki, yas yeri düşən kimi birinci o yada düşürdü. Almurad isə kəndə gözlənilmədən at belində girmişdi. Çoxlarının qolunu qoltuğunda, əlini üzündə qoymuşdu. O var səsi ilə qışqıra-qışqıra cəmaatı məsələdən halı eləyə-eləyə atını kəndin arası ilə belədən beləyə, elədən eləyə çapırdı. Uşaqları məktəbə qoymayın deyirdi. Şanqo kəndə soxulub. Şanqo bu kəndi tanımasa da, bu kənddə məmə yeyəndən pəpə yeyənəcən bu kələni tanımayan, bu kələnin haqqında söz eşitməyən mi vardı? Kim bilmirdi ki, Şanqonun diri çəkisi 1200 kilonu çoxdan keçib? Kim bilmirdi ki, Şanqonun bir təpiyi Sarı İmranın atına bala attırıb? Kim bilmirdi ki, Şanqo kimi o dünyaya göndərib? Uşaqlar isə Şanqonun haqqında lap möcüzə uydurmuşdular. Güya Gülsümün oğlu Gülbalanın traktorunu kanala Şanqo aşırıb. O uşaqlardan biri də mən idim. Və mənə də həqiqətən elə gəlirdi ki, Gülbala sərxoş olub traktoru kanala aşırmayıb. Traktoru Şanqo keçirib salıb suya və Gülbalanın da bəxti onda gətiribmiş ki, üzmək bilirmiş. Üzüb çıxıb qırağa. Traktoru başqa bir traktora qoşub kanaldan çıxaranda biz uşaqlar tamaşa eləməyə getmişdik. Yadımda deyil. Kimsə dedi ki, Şanqonu gətirmək lazımdır. Necə itələyib salıb, elə də çıxarsın. Biz uşaqlar Şanqonun yolunu gözləsək də, onu traktoru dartmağa gətirmədilər. Amma Gülbalanın işlətdiyi 3 təkərli traktoru çəkib çıxartdılar. Düz 22 gün idi ki, Aleksandrovka Beynəlmillər Kənd Orta Məktəbinin 1-ci sinifinə gedirdim. Atam məni rus bölməsinə qoymuşdu ki, indidən ruscanı öyrənim. 5 yaşı təzəcə tamam olmuş Gülsümü də mənə qoşmuşdular ki, o da rusca öyrənsin və həmişə, hətta haçansa instituta girib oxuyanda da mən onun böyründə olum. Amma mən İlona ilə bir partada otururdum və bacımın mənimlə bir sinifdə oxumasını qətiyyən istəmirdim. O hər şeyi, məktəbdə olan hər şeyi gəlib evdə danışırdı. Bu dünyada da ən çox Frida Fetkulovnadan qorxurdu. Elə Frida Fetkulovnanın qorxusundan da 2 həftə sonra vurun öldürün dedi. Getmirəm məktəbə, getmirəm. Məktəbimizin zavuçu da atamı inandırdı ki, çox körpədir. Bu yaşda uşağı oxutmağa pedaqogika yol vermir. Bacım Gülsüm 2 il sonra 7 yaşı tamam olanda da məktəbə getmədi. Nə illah elədilər, getmədi.
Anam onu məktəbə göndərməyə çox cəhd eləsə də, atam bənd olmadı. Qız uşağı oxumasa da olar dedi. Gülsüm daha məktəb üzü görmədi. Amma oxumağı da, yazmağı da 9 yaşından sonra məndən öyrəndi və mən ən çox ona heyrət etdim ki, gördüm məndən yaxşı yazır, məndən yaxşı oxuyur. Elə bu da anamı yenidən onu oxutmaq həvəsinə saldı. Amma yenə də Gülsüm məktəbə 2-ci həftə getdi. Özündən 2 yaş kiçik uşaqlarla bir sinifdə oxumağa utanırdı. Buna anam da başa düşəndən sonra ona acıqla. Eybi yoxdur dedi. Məktəbə getmirsən, kətmənə gedərsən. İlona ilə bir partada otururduq və hələ ki parta arxasında da yazı yazmaqdan, dərs oxumaqdan çox evciy-evciy oynayırdıq. Məni evciy-evciy oynamağa vadar eləyən şeylərdən biri də o idi ki, müəlliməmiz Frida Fetqulovnanın dediyi sözlərdən heç nə anlamırdım. Onun boyalı dodaqlarına, sığallı saçlarına baxırdım. Üstümə qışqıranda da heç bilmirdim nə deyir. Amma o saat qələmi götürürdüm əlimə ki, əlindəki çubuğu başıma vurmasın. Məndən savayı da sinifdə 3 azərbaycanlı var idi ki, tənəffüsdə bir yerə yığışırdıq və başlayırdıq astadan öz dilimizdə danışmağa. Sinifdə və eləcə də məktəb ərazisində Azərbaycanca danışmağı Frida Fetqulovna mənə qadağan eləmişdi. Bir-birimizlə rusca danışmağımız isə şəxsən mənə çox qəribə və gülməli gəlirdi. Sinifdə ən pis oxuyanlar və xüsusilə də ən pis yazanlar biz idik. Elə buna görə də Frida Fetqulovna Azərbaycanca danışa bilsə də, bizə Azərbaycanca bir kəlmə söz demirdi. Nə yaxşı ki, mən İlona ilə bir partada otururdum və İlona başa düşdüyü bəzi şeyləri tez mənə tərcümə eləyirdi. Hətta bəzən lap Frida Fetqulovna kimi bəzi şeyləri başa da salırdı. Amma ən pisi isə o idi ki, o da rusca fərli bilmirdi. Çünki onlar da evdə rusca yox, öz dillərində, latışca danışırdılar. Anası Fanda xala İlonanı danışdıranda mən heç nə anlamasam da heyranlıqla qulaq asırdım. Fanda xala elə bir danışmırdı, oxuyurdu. İlona isə latışca bircə sözün mənasını mənə anlatmışdı. Mayzə, yəni çörək. Bir kəlmə sözü tələffüz eləməmək isə İlona özü mənə öyrətmişdi. Estevi Nihu. Amma mən bu sözün mənasını çox sonralar başa düşdüm. Sinifimizdə Hüsübala adında bir Azərbaycanlı da var idi ki, 3 il idi məktəbə gəlirdi və hələ də 2-ci sinifə keçə bilməmişdi. Frida Fetqulovna deyirdi ki, sizi də Hüsübala kimi sinifdə saxlayacağam. Mən isə yaxşı oxumaq istəyirdim. Necə olur olsun, yaxşı oxumaq. Frida Fetqulovna mənə acıqlananda İlona başlayırdı ağlamağa. Mənə də elə ən çox bu yer eləyirdi. Frida Fetqulovna mənə əl qaldıran kimi İlonanın qıpqırmızı qızardığını görürdüm və mənə elə gəlir o zaman da başa düşürdüm ki, İlonanın halını dəyişən nədir? Sinifdə bircə şey yaxşı bacarırdım. Şəkil çəkməyi. Hətta İlona da mənim çəkdiyim şəkilləri maraqla, heyrətlə baxırdı. Nədənsə o günlər alnımdan, üzümdən elə çıbanlar çıxartmışdım ki, güzgüdə baxanda özümdən iyrənirdim. Atamın qorxusu olmasa, heç o günlər məktəbə də getməzdim. İş o yerə gəlib çıxdı ki, Frida Fetqulovna atamı məktəbə çağırdı və fermadan birbaşa məktəbə gəlmiş atam sinifə girəndə və uşaqlar, xüsusilə İlona onun yamaqlı şalvarına, süzülmüş köynəyinə, boynu didilmiş pencəyinə baxanda məni tər basdı. Ölüb yerə girdim elə bil. Atamın isə dünya vecinə deyildi. O Frida Fetqulovnanın yarı rusca, yarı Azərbaycanca söylədiyi şeylərə qulaq asdı və axırda da bir kəlmə söz dedi. Döy. Frida Fetqulovna məni onsuz da döyürdü. Amma dərsi bilmədiyimə görə yox, dərsdə yatdığıma görə. Onsuz da onun dediklərindən heç nə anlamırdım və 4-cü dərsdə də nədənsə şirin bir yuxu aparırdı ki, Frida Fetqulovnanın silləsini yeməsəm ayılmırdım. O günlərin birində bizim əlimizdən cana gələn Frida Fetqulovna, mən onu sonralar sevdim və qəfildən cavan əri ilə kənddən çıxıb gedəndən sonra da həmişə yad elədim. Bizə, Azərbaycanlı uşaqlarına bir kəlmə söz də anladığımız dildə dedi. Amma bu da biz danışan dil deyildi. Hər halda mən hər şeyi başa düşdüm. Frida Fetqulovna, babalarınız, anneləriniz nədən sizləri rus okuluna qoydu dedi. Azərbaycan okulu yoxmu bu köydə?
Atama isə mən necə deyə bilərdim ki, mən rus məktəbində oxumaq istəmirəm. Mən necə deyə bilərdim ki, mən rusca anlamıram. Mən necə deyə bilərdim ki, sənin mənə öyrətdiyin rus sözləri bizim məktəbdə işlənmir. Atam öz aləmində 3 yaşından mənə rusca öyrətməyə başlamışdı və atamın fikrincə mən rusca kifayət qədər bilirdim. Bildiyim sözlər çörək, qatıq, ağız, burun, qulaq, at, dəvə, ulaq, qoz, fındıq sözlərinin tərcüməsi idi. Hə, mən bunları bilirdim. Amma bilmirdim Frida Fetqulovnaya necə deyim ki, icazə verin gedim su içim. Atam alapaçanın belində durub məktəbin qarşısında haray salanda ki, ay müəllimlər, ay oxumuşlar, uşaqları doldurun siniflərə, qapıları bağlayın, Şanqu kənddədir. Frida Fetqulovna bizə idman dərsi keçirdi. Onu da deyim ki, biz Azərbaycanlı uşaqları yalnız bu dərsdə fəal iştirak edirdik. Frida Fetqulovna idman dərsini yarımçıq kəsib bizi qaçaraq sinifə dolduranda aradan çıxdım. Aradan çıxdım ki, mən də yuxarı sinifin uşaqları və məktəbimizin bəzi müəllimləri kimi məktəbin damına dırmaşıb Şanqoya tamaşa eləyim. Mənə məktəbin damına dırmaşmağa icazə verməsələr də, məktəbin qabağındakı yeganə yaşıl ağaca, qələməyə dırmaşmağıma mane ola bilmədilər. Məktəbin direktoru məni ağac budaqları arasında görəndə isə artıq gec idi. O da mənə heç nə demədi, amma barmağını silkələdi. Hər halda artıq kəndə girmiş Şanqonu mən hamıdan yaxşı görürdüm. Mənim bənd aldığım budağa, məktəb binasının şiferli damına dırmaşmış yekəbər uşaqların da əli çatmırdı. Nədənsə o uşaqların biri hökmən bu budağa qalxmaq istəyirdi və mən qorxurdum ki, onun istəyi baş tutsa, budaq tab gətirməyə, sına. Hələlik isə arxayınca Şanqonu gözləyirdim. Şanqo isə mənim gözlədiyim kimi dəcəllik eləmirdi. Sakitcə məhəllədən məhəlləyə keçirdi. Arabir başını çəpərlərin üstündən içəri salırdı. Həyətlərə, evlərin qapısına sarı boylanırdı. Havanı eləyirdi. Kələ sanki nəyisə, kimisə axtarırdı. Onun arxasınca isə Şumal Əhməddən başqa 3 atlı da gəlirdi ki, mən nə onların atlarını tanıyırdım, nə özlərini. Onlardan biri Şanqonu biədəb söyüşlərlə söyürdü. Şanqo isə arabir yaxınlaşırdılar. Başına sarı kəmənd atırdılar. Amma kələ başını döndərən kimi atlarını mahmızlayıb qaçırdılar. Şanqodan 15-20 addım qabaqda gedən atam isə qışqıra-qışqıra camaata anladırdı ki, iş nə yerdədir. Mən gözləyirdim. Özü də səbirsizliklə gözləyirdim ki, Şanqo qayıdıb onlardan birinə zorunu göstərsin. Mən gözləyirdim ki, Şanqo yerli camaatdan heç olmasa birinin evinə uçursun. Yarısı yerin altında olan bu komalardan birinin üstündən basıb keçsin. Onun arxasınca hürüşə-hürüşə düşən itlərdən birinin işini bitirsin. Hə, mən nə isə qeyri-adi bir şey gözləyirdim. Qeyri-adi bir şey. Şanqo isə elə bir kəndi gəzməyə çıxmışdı. Şanqodan 15-20 addım qabaqda atını çatpan atam isə qışqıra-qışqıra camaata anladırdı ki, iş nə yerdədir. Camaata deyirdi ki, çölə bayıra çıxmasınlar. Şanqo qızıb. Həyətlərdə isə artıq canlı görünmürdü. Camaatın çoxusu da evə yox, evlərin damına dırmaşıb Şanqoya tamaşa eləyirdilər. Şanqo isə get-gedə məktəbdən uzaqlaşırdı. Rus məhəlləsinə yaxınlaşırdı ki, buraya atam özünü artıq çoxdan yetirmişdi və yəqin ki, vəziyyəti xəbər vermişdi. Şanqonun uzaqlaşması məni vadar elədi ki, biraz da yuxarı qalxım. Bənd aldığım təzə budaq nazikdi, amma məni üstündə saxlayırdı. Bir qədər əyilsə də, yüngülcə şaqqıldasa da, mənim ağırlığıma tab gətirirdi. Doyunca çörək tapıb yeyə bilməyən 7 yaşlı uşağın nə ağırlığı ola bilərdi ki? Sən demə, mənim bu budaqda yerimi bərkitdiyimi heç kim sezməsə də, sinifimizin pəncərəsindən İlona görürmüş və için-için ağlayırmış. Frida Fetqulovna da ona deyirmiş ki, может быть, çoknutaya vapşı və yəqin heç İlona da onun nə dediyini anlamırmış. Axı İlona da rusca yaxşı bilmirdi. Gözlərimi bir anda olsun Şanqodan ayırmırdım. Hələ də səbirsizliklə nə isə qeyri-adi bir şey gözləyirdim. Hə, o qeyri-adi şey də baş verdi. Üstündə durduğum budağın necə əyildiyini, necə sındığını, məktəb binasının şiferli damına düşdüyüm, oradan da özümü saxlaya bilməyib necə yerə yıxıldığım, İlonanın qışqırtısını
eşitdiyim yadımdadır. Gözlərimi sinfimizdə açdım. Özümə Frida Fetqulovnanın yazı yazdığı, jurnal yoxladığı mizin üstündə gəldim. Başımın üstündə də hamıdan qabaq İlonanı gördüm və İlona əlini ehmalca saçıma çəkəndən sonra da üzümə gülümsəməyə başladı. Ayağım sındığına görə məni məktəbdən atla apardılar. Şanqonun kənddə çıxartdığı oyunlardan isə 2 gün sonra xəbər tutdum. Atam 2 gün sonra gəlib çıxdı. Bu 2 gündə atam elə bil qocalmışdı. Bıçaq vursaydın qanı çıxmazdı. Amma anam onun ayaqlarını isti su dolu tasa salıb ovuşdurmağa başlayandan azacıq sonra Şanqonun nələr etdiyini həyəcanla danışmağa başladı. Elə bil Şanqo səhərdən bəri yeri göyü imsəliyə-imsəliyə Xristian məhəlləsini axtarırdı ki, kəlləsinin gücünü sınasın. Aleksandrovkanın Xristian məhəlləsinin həqiqətən də özünə məxsus iyi, qoxusu var idi. Bu məhəlləyə girəndə elə bir başqa bir iqlimə düşürdün. Xüsusən də may aylarında ağ akasiyalar, it burnu və yasəmən kolları çiçəkləyəndə və bütün il boyu bu qoxulara nədənsə, hardansa bir sarımsaq qoxusu da qarışırdı. Qəribə idi ki, bütün evlərdən sarımsaq qutarandan sonra da bu il çəkilmirdi. Bu qoxu sanki evlərin daşına, divarına da, ağacların barına, budağına da hopmuşdu. Aleksandrovkada ən çox yaşıl ağac bu məhəllədə idi. Ağaclar kimi burada evlərin də hamısı bir-birinə bənzəyirdi. Elə bil çiy kərpicdən tikilmiş və suvanandan sonra da ağappaq ağardılmış bu evləri qəlbə tökmüşdülər. Özü də bir qəlbə. Şanqo gödək buynuzlu kəlləsini Natan Varlamoviçin evinin arxa divarına gözlənilmədən dayadı və qəfildən də ayaqlarını yerə dirəyib güc verdi. Sən demə qulağı tamam batan Natan Varlamoviçin heç nədən xəbəri yox imiş. Samavar yandırmaq üçün odun doğrayırmış. Onun arvadı Pelageya Danilovna öləndən sonra o tamam tək qalsa da, hər gün 2 dəfə həyətində samavar yandırırdı. Hər gün 2 dəfə səhər axşam o samavarın tüstüsü kəndin təndirlərindən, ocaqlarından qalxan tüstülərə qarışırdı. Və hamı bilirdi ki, Natan Varlamoviç hələ ölməyib. Və bir də bazar günləri axşamlar Natan Varlamoviç hökmən qarmon çalırdı. Və qarmonun səsi də məlum eləyirdi ki, Natan Varlamoviç sağdır hələ. Natan Varlamoviç Aleksandrovkada binə olan yeganə rus idi. Anası Yəhudi olsa da, o özünü tamam rus hesab eləyirdi. Azərbaycan dilində bir kəlmə də kəsə bilmirdi. Amma deyirdilər ki, hər şeyi başa düşür, dili də bilir, intihası danışmaq istəmir. Natan Varlamoviç nəinki yerli cəmaata, heç latışlara, heç öz ruslarına da salam vermirdi. Arvadı öləndən sonra isə yalnız Kuzya adlı bir keçisini dindirirdi. Amma o Kuzyanı nə qədər mehriban, kövrək bir səslə dindirsə də, keçi elə əzəlki qaydası ilə bəyirirdi. Sən demə Natan Varlamoviçin özü kimi evi də qocalıbmış. Şanqonun bircə kərə güc verməsi bəs elədi ki, evin kirəmidi, ot bitmiş damı yerə çöksün. Natan Varlamoviç də yəqin Şanqonun haqqında eşitmişdi. Amma nə bilsin ki, adı bütün respublikaya yayılan Şanqo budur. Samavarın altından ucu qızarmış maşanı götürüb cumdu Şanqonun üstünə. Sonra da o zaman 18 aylığında xüsusi komissiyanın ölçüsü biçisi ilə bu kələ 1-ci dərəcəli elita rekordu adı alanda qəzetlər onun adını respublikaya yaydılar. Elə bir qəzet olmadı ki, Şanqonun şəklini 1-ci səhifədə verməsin. Elə bir qəzet olmadı ki, Şanqonun əsl kələliyə dəlalət eləyən ölçülərini, onun haradan gəlib Stalin adına kolxoza çıxdığını və yerli iqlimə necə alışdığını yazmasın. Qəzetlər Şanqonu misal gətirərək yazırdılar ki, demək hər şey mümkündür, hər şey insan əlindədir, hər şey qulluqdan asılıdır. Rayon qəzetinin redaktoru isə Şanqo haqqındakı oçerkini belə bitirmişdi. Çobanın könlü olsa, təkədən pendir tutar. Əlbəttə, bu Şanqoya yox, Şanqonu bəsləyənlərin əməyinə verilən qiymətdir. O qəzetdə yazılanlardan sonra Şanqoya saysız hesabsız məktublar gəldi ki, Almurad hətta onların bəzilərinə cavab da yazdı.
Sual dolu məktublar isə gəlirdi. Baxırda bu məktublardan xəbər tutan redaktor qəzetdə Almuradın çıxışını verdi ki, bu çıxışda da Almurad Şanqoya elədiyi xüsusi qulluğun sirlərini açırdı. Bütün bunlarla bahəm o da ola bilərdi ki, heç Natan Varlamoviç Şanqonun haqqında heç nə eşitməsin, heç nə oxumasın. Çünki o ancaq Pravda qəzeti alırdı və ola bilərdi ki, bu qəzet Şanqonun yox, ölkənin başqa regionlarında yük vaqonlarından köçürülmüş bir baqatırın, ya artistkanın, ya da Valentin haqqında yazsın. Və ümumiyyətlə ola bilərdi ki, həmişə Çexovun əsərlərini oxuyan Natan Varlamoviçi heç kələmələ maraqlandırmasın. Hə, bütün bunlar ola bilərdi. Başına qızmış maşa dəyəndən sonra daha da qızan Şanqo heç bu qocanı buynuzuna alıb daşı divara da dirəmədi. Bircə dəfə onun ortasına buynuz çaldı. Vəssalam. Şanqonu yorub, bezdirib tutmaq istəyən xüsusi dəstə də bundan sonra əl-ayağa düşdü. Çünki yerə sərilən Natan Varlamoviçin ağzından qan gəlirdi. Şanqoya yaxınlaşa bilməsələr də başladılar onu daşa basmağa. Bu da samavarı ayağı ilə itələyib aşılanan Şanqonu məcbur elədi ki, qonşu həyətə keçsin. Çəpərin tank kimi döşü ilə yara-yara keçsin. Evdən bu evin kişisi dəmirçi Filipin özü yox, arvadı Yelena Moskovskayanın qışqırtısı çıxdı. Pomogite, люди! Yelena Moskovskaya familiyası ilə fəxr edirdi və ən böyük istəyi də o idi ki, cəmaət onu familiyası ilə çağırsın. Şanqo isə həyətin ortasında dayanıb havanı iyləyirdi. Belinə, başına, döşünə, yanına, yançağına dəyən daşa, kəsəyə əhəmiyyət vermədən havanı iyləyirdi. Qəfil bir nərilti çəkib Filipin evinə sarı yan alan Şanqonun qabağını Almurad kəsdi. Amma at belində. Şanqonun başını, burnunu verdi qamçıya. Şanqo bu qamçının zərbəsindənmi Almuradı tanıdı? Almuradın səsindənmi bildi ki, kimdir onun başını, burnunu alışdıran? Hər halda kələ səmtini dəyişdi. Almurada da elə bu lazımdı. Alapaça da çevik tərpəndi. Onu aradan çıxartdı və Şanqo da Alapaçanın ardınca çox qaçmadı. Havanı iylədi. Dırnaqları ilə yeri bir xeyli eşəndən sonra yenidən Xristian məhəlləsinə soxuldu. Maşınla gəlib bu yerə çıxan və maşından düşməyən Namazəliyev isə vurub eləməyin ha dedi, qovun, eləcə qovun, yorulsun, özü dayanacaq. Çox keçmədi ki, Şanqo Xristian məhəlləsində daha bir evi çökdürdü. İnqilabdan sonra burada Latış, Rus ailələrindən cəmi 10 ev qalmışdı. Düzdür, son illər onların köçəni də vardı. Amma çox su qırılmışdı. Əskərliyə gedən cavanlar, oxumağa gedən qızlar isə heç qayıtmırdılar ya da bir neçə günlüyə gəlirdilər. Şanqonun soxulduğu 3-cü Rus evinin divarı sən demə kərpicdən deyilmiş, qarğıdanmış, intihası üstünə suvaq çəkilibmiş, ağardılıbmış. Şanqonun başı qalmışdı divarın içində, bədəni bayırda, içəridə isə qışqırtı qopmuşdu. Çidarlayın ayaqlarını daldan, Namazəliyev dedi. Çidarlayın, fürsəti əldən verməyin. Rayondan məxsusi bu iş üçün göndərilmiş atlılardan biri bu əmri yerinə yetirmək niyyəti ilə atdan yerə sıçrasa da, kəndini ilgək eləyib Şanqonun dal ayağına keçirtmək istəsə də, məqsədinə çata bilmədi. Şanqonun dal ayağının qarnından tutan zərbəsi onu yerə sarıldı. O dəqiqədə qusdu. Namazəliyev də onun birdən-birə ağappaq ağaran üzünə yox, qusmağına baxdı. Tülkü dedi, səhər-səhər bu xaşı harda yemisən? Şumal Əhməd isə onu yerdən qaldırıb atın üstünə çəkdi. Mən bunu qaçırdım həkimə dedi, yazıqdır. Və Şanqo başını çıxaran kimi Namazəliyev də maşının aynasını qaldırdı və qovun dedi, qoymayın dayansın, qovun yorulsun. Şanqo isə yenə havanı iyləyirdi və elə bil axtardığı şeyi tapa bilmirdi. Bir Almurad bilirdi ki, Şanqo havanın iyini çəkə-çəkə nə axtarır. Bu yerə, göyə niyə sığmır? Bu yerlə, göylə nəyin davasını eləyir? Qəfil açılan güllə Şanqonun boynunu qızartdı. Qəfil açılan güllə Namazəliyevi maşından düşürtdü. Kimdir o alçaq? Namazəliyevin ortaya atdığı bu sualı isə Vasil kişi cavab verdi. Vasil Kastagrız. Я стрелял, товарищ Намазалиев dedi. А что, быка жалко нам нет?
Rayondan məxsusi bu iş üçün göndərilmiş dəstənin üzvləri Namazəliyevin göstərişini gözləmədən Vasil kişini yaxaladılar. Döyməyin onu, Namazəliyev dedi. Amma silahını alın, sonra dərsini verərik. Boynuna dəyən, boynuna al qana bələyən güllə yarası isə heç Şanqonun vecinə də deyildi. Yenə də havanı iylədi və sanki bilmirdi ki, bu məhəllədə daha hansı evə buynuzunu dirəsin. Vasil Kastagırız isə silahını verəndən sonra da «Всё равно я убью его», dedi. «Убью. Пускай за этого быка меня тоже стреляют». Vasil kişi isə Şanqonu yaxşı tanıyırdı. İnəyi Gretanı. Nədənsə Vasil kişi inəyinə Greta adı qoymuşdu. O unudulmaz qış gecələrində yanına salıb fermaya gətirdiyi nə Vasil kişinin yadından çıxa bilərdi, nə Almuradın. Vasil kişi Almuradın razılığını almışdı ki, Gretanı gecə ikən gətirsin Şanqonun yanına. İnəyini Şanqonun yanına gətirmək istəyənlər çox idi. Amma Almurad hər adamı yaxın qoymurdu. Kələni gücdən salmaq istəmirdi. Amma nədənsə Vasil Kastagırız onun saqqızını oğurlaya bildi. Çarəm yoxdur Almurad, məni başa düş dedi. 2 ildir hörüyə gəlmir. 2 dəfə kələ yanına aparmışam. 2 dəfə özüm mayalamışam. Sözün bu yerində Almurad gülümsündü. Əməl yemir deyirəm. Bəlkə sənin Şanqon buna bir kələlik elədi. Əsli Belarus olan Vasil Kastagırız yad adamın yanında danışanda heç kəs bilməzdi ki, o rusdur. Özü də dilli dilavərdi. Görürdün ki, quruca sözlə başını piylədi. Düşdün yanına və səni dəyirmana susuz apardı, susuz da gətirdi. Almurada da elə onun son sözü xoş oldu. Bəlkə sənin Şanqon buna bir kələlik elədi. Hər halda onu bezdirsə də, boğaza yıxsa da, o ürəyində Şanqo ilə fəxr eləyirdi. Necə olsa da əlində ovcunda böyümüşdü. Gecə inəyə gətirərsən Vasil kişi dedi. Amma bir daş altda, bir daş üstdə. Əvvəllər hələ Şanqo kələliyə təzə başlayanda heç kimin sözünü yerə salmaq istəmirdi. Hətta bir dəfə hörmətli bir adamın xahişini nəzərə alaraq Şanqonun özünü kəndə gətirmişdi. Amma Şanqo onu o zaman pərt elədi. Heç bu hörmətli adamın inəyinə gözünün ucu ilə baxmadı. Yaxşı ki, Sarı İmran təsadüfən hadisə yerinə gəlib çıxdı. Nahaq kələni gətirmisən. Kələni inəyin yanına gətirməzlər. Ay diplomlu zootexnik dedi. İnəyi kələnin yanına apararlar. Kələ öz yerində güclü olur. İnək üçün isə nə fərqi? Həqiqətən də ertəsi gün bu hörmətli adamın inəyi Şanqonun yanına, Almurad özü demişkən, Şanqonun hərəmxanasına gətiriləndən sonra hörmətli adam niyyətinə çatdı. O gündən inəyinin doğacağı günü gözləməyə başladı. Sonra da elə bir kəndə hay düşdü. Bu gəldi, inəyim qısırdı. O gəldi, inəyim doğmur. Almurad da əvvəllər heç kimin qəlbini sındırmaq istəmirdi. Hər gün üz-üzə, göz-gözə gəldiyin adama necə deyəsən ki, olmaz, kələ gücdən düşür. Sonra isə yazdılar. Almurad isə hətta bildi ki, yazan kimdir, amma üstünü vurmadı. Hamı bilirdi ki, kimin inəyini Şanqonun yanına buraxmayıb. Əlində o imzasız məktub fermaya gələndə katibli də məsələni qəti qoydu. Axırıncı dəfə olsun dedi. Axırıncı. Qırmızı qizbəs isə sözünü ona yox, ümumi iclasa gələn cəmaata tutdu. O üzünüzdən keçə bilmir. Bəs sizin abrınıza nə gəlib? Sonralar yenə də Almurad bəzi adamların üzündən keçə bilmirdi. Amma deyirdi ki, gecə gətir inəyini, gecə kənd yatandan sonra. Düzdür, gecələr Şanqo özü də elə bir yuxulu olurdu. Amma ondan umulan işin öhdəsindən gəlirdi. Süni mayalanmaya isə heç kim inanmırdı. Heç kim inanmırdı ki, inəyi süni yolla hörüyə gətirmək olar. Bəzən alınan mayanı ya gəlib aparan olmurdu, ya mayanın artığı qalırdı. Kimə deyirdi ki, bu kələnin mayası 100 gün öz gücünü itirmir, inanmırdılar. Əslində isə o alınandan 3 gün sonra da Şanqonun mayasına mikroskop altına baxanda görürdü ki, hüceyrələr diridir. Sarı İmranı çağırdı. Bax, deyirdi. İmran, belə şey görmüsən? İmran da elə onun nişan verdiyi yerdən hüceyrələrə baxırdı və deyirdi. Görməmişəm. Əlavə eləyirdi ki, hər halda isti mayanın yerini heç nə verə bilməz. Cəmaatın çoxsu İmranın sözünü tuturdu. Kələni inəyin belində görməyəndə ürəyi soyumurdu. Vasil Kastagırız da elə bil cəmaat tüpürmüşdü, o yalanmışdı. Axırda da sözümü yerə salma Almurad dedi. Mən birdən ikiyə sənə söz deməmişəm.
Beləcə Vasil Kastaqırıza da dedi ki, inəyini gətir, amma gecə gətir. Və Vasil Kastaqırız Almuradla o gecə yarıdan keçəndən sonra xəlvəti tutduqları o işi bir də ona görə unuda bilməzdi ki, işin şirin yerində kolxozun gənc partkomu gəlib çıxmışdı hadisə yerinə. Düzdür, Almuradın arxasında qırmızı qızbəs dururdu və Almurad partkomdan çəkinmirdi. Partkomu gəldiyi yolla da qaytarmışdı. Amma Vasil Kastaqırızdan soruşmuşdu ki, səni yolda kim görüb? Vasil isə yolda qabağına çıxan adamın adını çəkməmişdi. Vasil Kastaqırızın elə qəribə xasiyyətləri vardı ki, həmişə Azərbaycanca danışan Vasil dövlət adamı görən kimi keçirdi ruscaya. Hətta kolxozun partkomunu da rusca dindirirdi. Şanqonu qovurdular ki, yorulsun, taqətdən düşsün, dizləri qatlansın. Şanqo isə sanki dörd divar arasında qaldığı, aylarla, həftələrlə bir addım belə atmadığı günlərin əvəzini çıxırdı. Şanqonun yorulduğu hiss olunurdu. Amma onun arxasınca çapılan atların dırnaqları da islanmışdı. Şanqo haçan yorulacaqdı, haçan dizlərini yerə qoyacaqdı ki, başını buruntağa keçirsinlər. Hər halda onu Xristian məhəlləsindən çıxarmışdılar. Kolxozun idarəsi yerləşən binaya isə onun gücü çatmadı. 3-4 dəfə bu köhnə daş tikiliyə buynuz çalsa da, ayaqlarını yerə diriyib güc versə də, binanın bir daşı da tərpənmədi. Bu 2 mərtəbəli daş binanı əsrin əvvəllərində ucaldan adamın haqqında Almurad bircə kəlmə söz eşitmişdi. Eşitmişdi ki, yeni hökumətin nümayəndəsi elə bu binanın qabağındaca qəfildən güllələnib. Maşını ilə gəlib özünü idarənin qabağına verən Namazəliyev, aman verməyin dayansın, dedi. Avam verməyin, qovun. Atlar da, elə atlılar da tər içində idilər. Şanqonun dal ayağının zərbəsindən qusan atlı gəlib çıxmasa da, onu həkim yanına aparan Şimal Əhməd qayıtmışdı və xəbər gətirmişdi ki, Natan Varlamoviç canını tapşırıb. Onu da xüsusi qeyd eləmişdi ki, axşam Rus məhəlləsində leypə idi. Şanqo yerli cəmaatı məskən saldığı məhəllələrə girsə də, buynuzunun qabağına keçən şeylərin çoxsunu çalsa da, Güllübəyimin yerüstü təndirindən başqa heç nəyə uçura bilmədi. Bəlkə də onu ayaq saxlamağa qoysaydılar, çox şeylər törədərdi. Amma onu qovurdular. Hələ arxasınca bir sürü it də düşmüşdü. Ağaca, uğaca, evlərin damına dırmaşan cavanlar isə Şanqonu fitə basırdılar. Bayaqdan bəri gəlib Şanqonu qovan atlılara qoşulmuş Sarı İmran Almurada zarafatla "Bu qovduqaç Şanqonun xeyrinədir ha", dedi. "Artıq piyə əriyəcək, qolu qıçı açılacaq, bir maya, bir hüceyrə alacaqsan ki, hərəsi bir diricə dana." İmranın belə yerdə zarafat etməsi heç xoşuna gəlmədi. Qanı qaraldı. Natan Varlamoviçin ölümü onu get-gedə yer eləyirdi. Şübhəsiz qocanın ölümünə görə onunla haqq hesab çəkəcəkdilər. Bəs nə? Deyəcəkdilər ki, Şanqo qaça bilməsəydi, bu hadisə də baş verməzdi. Keçən il fermada sağıcılardan birinin gözünə çöp atdı. Bu çöpə görə onu ayaq üstəcə çöpə döndərmədilərmi? Demədilərmi günah səndədir? Demədilərmi sən təhlükəsizlik texnikasını o sağıcıya başa salsaydın, onun da başına o müsibət gəlməzdi. Hələ sən demə, Cinayət Məcəlləsində belə şeylərlə bağlı adamı azadlıqdan məhrum eləyən bir maddə də varmış. Yəqin qırmızı qızbəs əlini qabağa verməsəydi, o ilişəcəkdi. Fikirləşirdi ki, indi də yəqin Natan Varlamoviçə görə müstəntiq onu dindirəcək. Fikirləşirdi ki, bu qovduqaçdı nə ilə nəticələnəcək. Dərd eləməli şeylər çoxdur. Şanqo isə quyruq ələ vermək istəmirdi. Köçürülmə Elatın köç üstündə olan məhəlləsində də Şanqonu qapıya bacaya soxulmağa, evlərin damına buynuz çalmağa qoymadılar. Onun arxasınca Namazəliyevi gəzdirən maşından başqa da 6-7 cavan düşmüşdü. Hamısının da əlində yaba, bel, dəyənək. Şanqo isə artıq deyəsən unutmuşdu ki, o da bu cəmaatı qova bilər. Deyəsən Şanqonun yadından çıxmışdı ki, bu qovduqaçlığını o özü başlayıb. Şanqonun amanı olsaydı, bu təzə tikillərə buynuz çalsaydı, biri də tab gətirməzdi. Bu evlərin çoxsunu ev kimi yox, müvəqqəti sığınacaq kimi tikmişdilər. Amma artıq 3-cü il idi ki, bu müvəqqəti sığınacaqdan çıxa bilmirdilər. Stalinin ölümü də hələ ki heç nəyi dəyişə bilməmişdi. Mərkəzə yazılan məktublara da bir-birinə bənzəyən cavablar gəlirdi. Almurad isə yalnız gözləyirdi. Rəsmi icazə falan yox, pasport gözləyirdi ki, baş alıb doğma ocağa qayıtsın. Gecədə, gündüz də gözləri önündən çəkilməyən doğma yerlərə dönsün.
Düzdür, 52-dən, 53-dən fərqli olaraq 54-cü ilin malyariyası çox adam apara bilməmişdi. Amma çox adamı dərd, həsrət, qubar aparmışdı ki, onlardan biri də Məşədi Paşa idi. Məşədi Paşa Şanqonu birinci dəfə görəndə bu kələdən heç gözüm su içmir. Bu sənin başını çox ağrıdacaq demişdi. Bunu bağlı saxlama. Burax çölə. Qoy naxırın içində olsun. Yeni, müasir aqrotexnika belə şeylərə yol verirdimi? Şanqonun mayası qızıl qiymətinə gedirdi. Kolxozlar, savxozlar maya növbəsinə dururdular. Hətta bəzi ferma müdirləri Almurada rüşvət də təklif edirdilər. Bizə mayanın yaxşı yerindən ver deyirdilər. Kəndarası dolama yollar Şanqonu gətirdi kolxozun taxıl anbarının üstünə və kələ birbaş anbarın qırmızı plakat vurulmuş qapısına sarı soxuldu. Almuradın ağlına da gəlməzdi ki, Şanqo buynuzunu elə bu plakata çalacaq. Çiy kərpicdən tikilmiş anbar elə bir amana bəndiymiş ki, anbarın damı plakatı boynuzuna keçirmiş Şanqonun belinə, başına çöktü. Amma Şanqo yüngülcə silkələnərək geri qayıtdı və hələ də əllərində yaba, bel, dəyənək arxasınca düşən cavanların bağrını yardı. Atlılar isə Şanqonun qabağından çəkildilər. Sən demə Şanqo buynuzuna keçmiş bu plakatın cırılmış yerindən hər şeyi görürmüş. Hətta idarə binasının qabağındakı heykəlin postamentinə qoyulmuş qızıl gül çələngini də. Almurad çoxdan hiss eləyirdi ki, beləcə qızanda Şanqonun gözünə qırmızı şeylər daha çox gəlir. Şanqo heykəli aşıra bilmədi, amma buynuzlarına keçmiş plakatdan yaxasını qurtardı. Heykəlin üzündə çətin sezilən təbəssüm vardı. Almurad o təbəssümü indi xeyli sezdi və bir daha zəndlə baxdı. O heykəlin yanından hər gün 2 dəfə keçirdi. İkisində də söyə-söyə keçirdi. O şübhə eləmirdi ki, balıq başından iylənib. Yekə-yekə kişilərin isə uşaq kimi gül gətirib o heykəlin postamentinə düzdüyünü görəndə bilmirdi neyləsin. Necə desin ki, bizini bu günə qoyan elə budur. Yox, hələ heç kimə bu barədə söz demək olmazdı. Heç kimi inandırmaq olmazdı ki, balıq başından iylənib və başından iylənən balığı tullamaqdan başqa çarə yoxdur. Heykəllə haqq hesab çürüdə bilməməsi deyəsən Şanqonu biraz da haldan çıxartmışdı. At damında da gözlərinə nə göründüsə, səmtini dəyişdi. İlin hansı fəslində olursa olsun, buradan keçəndə adamı it sidiyinin, at təsisinin iyi vururdu. Almurad bu iyi çox xoşlayırdı. Əsasən günün bu vaxtı burada at olmurdu. Briqadirlər səhər tezdən gəlib atlarına minib işə gedirdilər. Amma bugün kim evdən çıxmışdı ki, hələ briqadirlər də atlanıb işə yollansınlar? Hamı evdə idi, hamı ağacların başındaydı. Hamı gözləyirdi ki, Şanqonu tutub aparsınlar və yalnız bundan sonra evdən çıxsınlar. Bu at damından əsasən yay aylarında istifadə edirdilər. Üstü örtülü olsa da 4 yanı açıqdı. Bəlkə də atların bəxti onda kəsdi ki, yüyəllərini qırıb qaçdılar. Şanqo da onların dalınca düşmədi. Başladı at damını dağıtmağa. Amma onu çox da cızığından çıxmağa qoymadılar. Daşlaya-daşlaya, araladan şallaqlaya-şallaqlaya qovdular. Şanqo qarşısına çıxan çal-çəpərə buynuz çala-çala qaçırdı və bir Almurad bilirdi ki, Şanqo bu kənddən nə izləyir. Şanqo bu yerlə, bu göylə niyə barışmır? Hə, Almurad çox şeyi bilirdi. Almurad bilirdi ki, qabaqcadan bu kələnin axıra buraxsaydılar, o ildə 30-40 inəyin cavabını versəydi, indi quzu kimi bir kələ idi. Boyundan düşən işin öhdəsindən də canla başla gəlirdi. Almurad bilirdi ki, illərlə çöl-bayır üzü görməyən, 4 divar arasında bör-bör böyürən bu kələ gec-tez qızacaq, gec-tez onun da üzünə duracaq. Hə, Almurad bütün bunları bilirdi, amma yeni zootexnika başqa şey tələb eləyirdi. Yeni zootexnika deyirdi ki, kələləri bir sinif kimi ləğv eləyib, yalnız bir kələ saxlamaq lazımdır. Yeni zootexnika sübut eləyirdi ki, bir kələnin mayası ilə bir mövsümdə mindən çox inəyi mayalamaq mümkündür. Şanqo qaçırdı. Yeri, göyü iyləyə-iyləyə qaçırdı. Çəpərlərdən boylana-boylana qaçırdı. Tapdıq Şanqonun arabanın üstünə gəldiyini görəndə düşüb qaçdı. Boynu boyunduruqda olan öküzlər isə hara qaça bilərdilər ki? Arabanın yükü də daş idi. Çaylaq daşı. Deyəsən Şanqo Turanı tanımışdı. Yoxsa həlləni fırlanıb onun üstünə soxulmazdı. Xırda, amma ucu sivri buynuzlarını altdan yuxarı onun döşünə dirəməzdi. Şanqodan qabaq fermanın 2 kələsindən biri olan Turan Şanqo ilə ilk dəfə döşləşəndə hələ heç Şanqonun bir yaşı da yox idi və onu Almurad özü də inəyə düyəyə yan almağa qoymurdu. İlk döşləşmə Şanqonun məğlubiyyəti ilə bitmişdi. Şanqo bu qaraca kələnin qabağından qaçmışdı və uzun müddət aralıdan Turanın inəklərlə çıxardığı
oyunları tamaşa eləyirdi. Şanqo 18 aylığına çatanda məlum oldu ki, mayası nəsil verə bilər. Turanı da, Turanla birlikdə fermada kələlik eləyən Becanı da fermadan çıxartmışdılar. Becanı göndərmişlər ət kombinatına. Turana isə arabaçı tapdıq yeyə durmuşdu. Mən bunu öküz eləyəcəm demişdi. Düz 2 il idi ki, Turan tapdığın sür söyüşünü götürə-götürə, belinə çəkdiyi şallaqlara dözə-dözə cır-cır cırıldayan bu arabanı dartırdı. Xayası mayası çıxarılmış, qoxu-moxu hissini itirmiş, adicə bir öküzə çevrilmiş Turan Şanqonu çətin ki tanıyardı. Şanqo isə onu tanımışdı və elə bir neçə illər imiş ki, bu anı gözləyirmiş ki, qisasını alsın. Köhnə haqq hesabı çürütün. Öküzlərin ikisinin də ayaqları yerdən üzülmüşdü və araba geri gedirdi. Öküzlərin ikisi də boyunduruqda boğulurdu. Bəlkə də Almurad özünü biraz gec yetirsəydi, Şanqo Turanın işini bitirəcəkdi. Artıq onun buynuzları Turanın sinəsinə işləyirdi və ayaqları yerdən üzülmüş Turanın gözləri kəlləsinə çıxmışdı. Elə bil Şanqo birdən-birə anladı ki, onun düşməni Turan deyil. Gözlənilmədən fermaya gedən yola düzəldi. Bu yerdə də Almurad hürkütməyin dedi. Deyəsən ağlı başına gəlib. Almuradın yadında idi ki, keçən ildə bir dəfə Şanqo qaçmışdı. Amma çox keçməmiş özü qayıtmışdı. Özü də nahar vaxtı qayıtmışdı. Gözlərini də dikmişdi Almuradın əlinə ki, kəpək versin. Yenə də Almurada elə gəldi ki, kələ acıyıb və aclıq da onu qaytarıb salacaq öz bordağına. Zarafat deyil, bu boyda gövdənin yiyəsi dünəndən acdı. Dünəndən bəri dilindən su da dəyməmişdi. Şanqonun arxasınca 5 atlı və bir maşın düşmüşdü ki, Şanqo dönüb nə bu atlara, nə bu maşına, nə də arxada qalmış kənd kəsəyə baxırdı. Arada bir geriyə çevrilən Almurad idi. O da Sarı Təpədəki adamları görəndən sonra ürəyi yerinə gəldi ki, bildi ki, Natan Varlamoviçə qəbir qazmağa gedən tapılıb. Yoxsa o fikirləşirdi ki, Şanqonu yer-yurd eləyənə kimi qayıtsın qəbir qazmağa. Xristian məhəlləsində Vasil Kastaqrızdan başqa qəbir qazmağa gücü çatan kişi qalmamışdı. Rudolf Karloviç nədənsə bu işdən qaçırdı. Şimal Əhməd də dönüb Sarı Təpədəki Xristian qəbirstanlığında qəbir qazan adamları görəndən sonra onların kimliyini kəsdirmək mümkün değildi. Almurad dedi, axşam leypeydi ha. Əgər Almurad bilsəydi ki, Şanqo fermanın yanından da yel kimi ötəcək və birbaş özünü sərhədə toxuyub o taya keçəcək, çoxdan qabaqlayardı onu və yolunu kəsərdi. Şanqo alqanın içində idi. Bir topası da ilişib belində qalmış tikanlı məftillər onun döşünü, başını alqan eləmişdi. Çox keçmədi ki, Almurad da at belində olmasına baxmayaraq Şanqonu gözdən itirdi. 20 ildən çox idi ki, bu sərhəd qoruğunda nə bitirdisə, nə göyərirdisə, üst-üstə gəlirdi. Dövlət sərhədinin pozulduğunu bildirən həyəcan siqnalı isə sərhəd qülləsində. Boynunda durbin, əlində avtomat tutmuş əskər verdi və çox keçmədi ki, sərhədçilər atla, itlə, maşınla tökülüb gəldilər. Bukuje Naton Berigi, sərhədçi əskərin qüllənin başından zastavanın rəisi mayor Malyuskova dediyi bu sözü Almurad da aydınca eşitdi və bildi ki, iş nə yerdədir. Bık paka begayet, a za nim следуют собаки, namazəliyev. Tülkü, deyə üzünü Almurada tutdu. Daha xaricə gedə bilməyəcəksən ha. Sovet hökuməti ilə İran dövləti arasında siyasi vəziyyətin nədənsə gərginləşdiyini Almurad bilirdi. Amma anlaya bilmirdi ki, bu işin axırı necə olacaq. Bu kuje ne vidno. Əskərin qüllənin başından verdiyi bu xəbəri də Almurad eşitdi. Sərhədçi əskər bütün məlumatları vermişdi. Bir onu deməmişdi ki, qarşı sahilə çata-çata Şanqo dayanıb, su içib və özü dönməsə də başını döndərib bir xeyli arxaya baxıb. Günortadan sonra rayonun bütün başda oturanları katiblinin başına yığışsa da Almuradın başını deşirdilər. İzahət istəyirdilər. O isə əlində qələm də saxlaya bilmirdi və həm də bilmirdi ki, nə yazsın. Bu yerdə də köməyinə qırmızı qızbət çatdı. Yaz ki, zəncir olsaydı dedi, kələ onu qıra bilməzdi, mən neyniyim? Günortadan sonra Almurad baş alıb fermadan getmişdi və gəlib görmüşdü ki, qocaman kommunist Pravda qəzetinin daimi oxucusu Natan Varlamoviçin yaz məclisində 2 cüt, bir tək adam var və hava isti olduğuna görə istəyirlər ki, meyiti gün batanacan bastırsınlar. Adi günlərdə bir-birindən anonim yazan, bir-birinin qanına susayan bu rusları da ağır gün bir yerə yığırdı, birləşdirirdi. Amma Natan Varlamoviçin məclisi çox soyuq başlamışdı və yəqin ki, dəfindən sonra Şimal Əhmədin gözlədiyi leypey də olmayacağı.
Şanqoya kəpək gətirən arabaçı tapdığı da fikir almışdı. Sən demə, o da gözünü tikibmiş Şanqonun kələlikdən düşəcəyi günü. İstəyirmiş xayam mayasını çıxardıb özünə öküz eləsin. Boynunu keçirsin boyunduruğa. Natan Varlamoviçin yas məclisinə çaparaq baş çəkib fermaya qayıdandan sonra Almurad gördü ki, Jdanov adına kolxozun sədri vədinə xilaf çıxmayıb. Kolxozun məşhur kələsi Valeti yük maşınının kuzovunda gətirib fermaya. Bir həftə qabaq vədələşmişdilər ki, kələləri bir aylığa dəyişsinlər. Dəyişsinlər ki, yeni nəsil daha güclü olsun. Bu təşəbbüsü katiblidən qabaq qəzetlər qaldırmışdılar. Qəzetlər akademik Lysenko'nun fikrinə istinadən yazırdılar ki, nə qədər güclü olsa da, eyni kələnin mayası mal-qaranı cırlaşdıra bilər. Mütləq hər ikildən bir təsərrüfat kölələri dəyişilməlidir. Bu söhbət elə Almuradın da ağlına batmışdı. Sarı İmran da bu təzə söhbət deyil dedi. Biz İnqilabdan qabaq da hər 2 ildən bir kölələrimizi dəyişirdik demişdi. İnqilabdan qabaq tək canına 40-a qədər mal heyvana, həm aranda, həm dağda qulluq eləyən Almurad isə belə şey yadına sala bilmirdi. O yadına sala bilmirdi ki, öz kələləri ola-ola gedib başqa yerdən kələ gətirsinlər. Ayaqlarının 4-ü də bir-birinə çıdarlanmış, boynuzlarına keçirilmiş zəncirlə maşının bortuna bağlanmış valet isə iri, qara gözlərini Araz qırağının yaşıllığına zilləmişdi. Payız hələ bu sulu vadiyə xal sala bilməmişdi. Valeti gətirən zootexniki isə Sarı İmran Valetlə birlikdə yola saldı. Neyniyək qardaş dedi. Üzü qara olsun Şanqonun. Sizin də yanınızda üzümüz qara oldu. İran tərəfi kələni qaytarmaq istəmir. Bu məlumatı hələ də fermadan getməyən katibliyə məxsusi bu iş üçün mərkəzə zəng vuran Namazəliyev özü gətirdi. Ən ağır, ən dəhşətli, ən gözlənilməz xəbər isə bu çölə bu yerin, göyün havası ilə gəldi. Bu daşın, torpağın nəfəsi ilə gəldi. Almurad da elə bu xəbərdən qorxurdu. O bu xəbəri bu çölə köçəndən, bu çölə bina olandan gözləyirdi. Artıq 55-in yox, 56-cı ilin payızı idi. Almurad da daha fermanın zootexniki deyildi. Çöl işinə gedirdi. Alaq eləyirdi, dəmi suvarırdı, pambıq qurudurdu, dolu bardanların maşına yükləyirdi. Bir sözlə, bu pambıqçılıq briqadasında hər işin qulpundan tuturdu. Bu briqada gəlmə elatın cəmaatından təşkil olunmuşdu. Briqadir də cavan oğlandı. Almuradın xətrini hər yerdə turdu. Amma Almurad öz işini bilirdi. Yəqin elə buna görə də həmişə deyirdilər ki, o briqada Almuradın çiynində durub. O briqadanı Almuradın çiyinləri saxlayır. Şanqoya görə isə hələ Almurada cəza verməmişdilər. Amma istintaq hələ də davam eləyirdi.